Pablo, oyun 1-1 hesabıyla yekunlaşdı. Oyunla bağlı nələr düşünürsən? Sabíamos da dificuldade que seria o jogo. Fasilədən sonrakı ilk oyunumuza çıxdıq. Oyunun bizim üçün həm gərgin, həm də çətin keçəcəyini əlbəttə ki bilirdik. Çünki rəqibimiz 1-ci liqanın aşkar favoriti, həm də lideridir. Biz də 2-ci sıradan onları izləyirdik. Maç bunun üçün də çox gərgin keçdi deyə bilərəm. Bu əlbəttə ki normaldır. Oyunun bizim üçün əhəmiyyəti çox önəmli idi. Nəticə etibarilə bərabərə qaldıq. Bizim üçün əsas olan məğlub olmamaq idi. Bunu da bacardıq. Ümid edirəm növbəti oyunlarda daha yaxşı olacaq. Hakim performansı ilə bağlı nə düşünürsən? Em caso do juiz, İnsanın öz təbiətində səhv buraxmaq, səhvlərin baş verməsi çox normal bir haldır. Hakim səhv buraxsa belə bizim işimiz tamamilə meydana fokuslanmaq və bizə verilən tapşırıqları yerinə yetirməkdir. Düşünürəm ki, biz bu gün bunda bacardıq. Komanda yoldaşın rəqib qapısı ilə təkbətək qalmağına baxmayaraq nəticə sarı vərəqə oldu. Nə düşünürsən bununla bağlı? esse episódio eu acho que Fikrimcə epizodda bəzi yanlışlar var idi. Bayaq da qeyd elədiyim kimi, buraxılan səhvləri çalışırıq ki, bizi təsir eləməsin. Lakin düşünürəm ki, o qırmızı vərəqə verilsəydi, bəlkə də oyun taleyi bizim üçün dəyişə bilərdi. Bu oyunu yekunlaşdırdınız. Növbəti oyunla bağlı nə deyə bilərsən? about Növbəti oyunumuz haqqında düşüncələrim ondan ibarətdir ki, bu oyundakı səhvlərdən nəticə çıxardaraq növbəti oyuna daha yaxşı hazırlaşıb, hər oyun olduğu kimi 3 xalı hədəfləməli. Bu gün də yaxşı performans göstərdik düşünürəm. Ümid edirəm növbəti oyunlarda 3 xal qazanaraq azarkeşlərimizi sevindirəcəyik. Last question. Son sual isə azarkeşlərdən söz düşmüşkən, buradan onlara hansı mesajı ötürmək istəyərdin? ao fãs do Baku Sport, Azarkeşlərimiz Baku Sporting sevərlər. Həqiqətən də onlardan pozitiv bir qarşılıq aldığımız üçün oyunlarda da bizim performansımıza bu müsbət təsir edir əlbəttə ki. Sadəcə onu deyə bilərəm ki, bizi bu cür dəstəkləməyə davam eləsinlər.